Uşaqlar, termodinamikanın əsaslarından məsələlərə baxaq. Burada bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir olunmuşdur. Yəni, başladığı yerdən geri dönüb qapalı prosesdir. İzoxor soyumada daxili enerjinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? Deməli, izoxor soyuma dediyinə görə biz yazırıq ki, V konstant. V konstantdırsa, P bölü T bərabərdir konstant ifadəsinə görə soyumadır. Deməli, T azalır. T azalırsa, P azalır. Biz, deməli, V konstant olan P-nin azaldığı hala baxacaq. V-nin konstant olduğu 1, 4, 1-dir, bir də 2, 3-dür. Amma bizə T-nin azaldığı, yəni P-nin azaldığı hissəni soruşur. P-nin azaldığı hissə şəkildən də görürük ki, 2-dən 3-ə olan hissəmizdir. Onda biz bu hissədən gedəcəyik. Deməli, U bərabərdir 2-də 3. İzoxor dediyinə görə V-ni dəyişmirik. Delta P bərabərdir 3 bölü 2, vuraq V, vuraq P2, çıxaq P1, yəni sondan başlanğıcı çıxacaq. 3-ün 2-yə olan nisbəti vuraq V0-ımız 3V0, P2-miz sonda P0-dır, başlanğıcda isə 3P0-dır. Bərabərdir 3 bölü 2 vuraq, 3V0 vuraq, mənfi 2P0. Buradan ikilərimiz ixtisar gedər. Qalar mənfi 9 V0 P0. Cavab C-ləndir. İndi digərinə baxaq. Eyni qaydada izoxor qızmada daxili enerjinin dəyişməsini soruşur. İzoxor qızma dediyinə görə V konstant. Qızma deyirsə T artır. P bölü T konstant ifadəsinə görə T artırsa P də artır. Deməli biz izoxor, yəni V-nin konstant, P-nin artan hissəsinə baxacaq. Baxırıq ki, V-nin konstant olub P-nin artdığı hissə 4-dən 1-ə olan hissədir. Yəni delta U bərabərdir 2-də 3. İzoxor dediyinə görə V dəyişmir. Delta P bərabərdir 3-ün 2-yə olan nisbəti V-miz V0, P-miz P2, biz bilirik ki, P2 çıxaq P1-dir. Yəni sondan başlanğıca çıxacaq. Bizim sonumuz 2P0, başlanğıcımız P0. Deməli, buradan alırıq ki, 3-ün 2-yə olan nisbəti V0 vuraq P0. Buradan da alırıq ki, 1,5 P0 V0. A-bəndi 40-a baxaq. Sabit kütləli, yəni M konstantdır. Qaz üzərində gedən qapalı proses, yəni başladığı nöqtədən geri qayıdır. İzobar genişlənmədə. İzobar genişlənmə dediyinə görə P konstant. Genişlənmə deyir deyə V artır. V artırsa, P konstantdırsa, V-nin T-yə olan nisbəti konstant. Yəni V artırsa, T də artır. Bizə nə lazımdır? P-nin konstant olduğu, V-nin artdığı hissə. Baxırıq ki, P-nin konstant olduğu bu hissələrdir. V-nin artdığı hissə bu hissədir. Burada isə V azalır. Deməli, biz hansı hissəyə baxacaq? Bu hissəyə baxacaq. Deməli, yenə yazırıq eyni qaydada U bərabərdir 2-də 3. İzobar dediyinə görə P-miz sabit qalır, V-miz dəyişir. Bərabərdir 3 bölü 2, vuraq P, V2 çıxaq, V1. Bərabərdir 3-ün 2-yə olan nisbəti P-miz 3P0, V-miz sonda nə olub? 3V0, başlanğıcda V0. Deməli, 3 bölü 2 vuraq, 3P0 vuraq, 2V0. İkilərimiz ixtisar getdi, 9P0, V0 qaldı. Cavab C-bəndi.